نون والقلم وما يسطرون ما أنت بنعمة ربك بمجنون وإن لك لأجرا وإن لك لأجرا غير ممنون وإنك لعلى خلق عظيم فستبصر ويبصرون بأيكم المفتون إن ربك هو أعلم بمن ضل عن سبيله وهو أعلم بالمهتدين فلا تطع المكذبين ودوا لو تدهن فيدهنون صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار صلوات اللهم صل على محمد آل Muhammed pak ve mütehher ruhları ibadet ve itaatlerimizin derece kabulü, günahlarımızın bağışlanması, dünya ve ukbada iki büyük nimet, Kur'an ve Ehl-i Beyt aleyhimussalamla mahşur olmağımız, Muhammed-i Ali Muhammed'i yad edip bu hakta salavat işleyin. Allahümme salli ala Muhammed. Hazreti İmam Hüseyin aleyhisselam şehitler serveri, evladı, ashabı ve aşıkların yad ediyik, salavat işledik. Allahümme salli ala Muhammed. Aramız, Mevlamız İmam-ı Zaman aleyhisselamın huzuruna tesniyet ve başsağlığı vererek Muhammed-i Ali Muhammed'i salavatla yad edeyik. Allahümme
günlərimizin həlli, İslamın vəhdəti, İslam ümmətinin islahı, İslam ümmətinin düşmənlərinin məhv-nabud olması, dərdlərimizin zəmanə imamının əli ilə həlli üçün, xüsusən də zindanda olan, şərlənmiş, böhtanlanmış, hüquqları tapdalanmış əzizlər, fərq eləmir dünyanın hansı nöqtəsində, onların tezliyi ilə azadlığı üçün, onların azadlığa qovuşmaları üçün Muhammed Ali Muhammedi səlavatla yad edir. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi alillah ve lanetullah a'daillah minel an ila qiyavmi yevmillah ve emma ba'd qalallah a'udhu billah mineşşeytanirracim bismillahirrahmanirrahim. وَلَنْ تَرْضَى عَنْكَ الْيَهُودُ وَلَا النَّصَارَى حَتَّى تَتَّبِعَ مِلَّتَهُمْ قُلْ إِنَّ هُدَى اللَّهِ هُوَ الْهُدَى وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ بَعْدَ الَّذِي جَاءَكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ. Sadakallahul aliyyul azim. Esselamu alel Hüseyin ve ala Ali ibn Hüseyin ve ala avladul Hüseyin ve ala ashabul Hüseyin cemiyen ve rahmetullah. Bizim artıq 5-ci məclisimizdir. Məclislərimizin əvvəlində biz bu söhbəti başladıq. Mövzumuzun quruluşu 10 günlük bu formada oldu. Biz dedik ki, İmam Hüseyin əleyhissalam varisul ənbiyadır. Vərəsəliyi və irsi izah elədik. İrs nə deməkdir? Varis nə deməkdir? Varis neçə cür olur? Deyildikdə ki, İmam Hüseyin əleyhissalam varisul ənbiyadır, bu hansı mənadadır? Bunları demişik. Bu irsiyyət və miras adi insanların arasında olan mal və mülk irsiyyəti və mirası deyil. Bu miras məcazi mənada işlənir. Miras şər'ən izahı verildi. Mirasda, irsiyyətdə əmlak dəyişmir, malik dəyişir. Alverdə əmlak dəyişir, malik yerindədir. Bunları biz keçən bəhslərimizin xülasəsidir. Demişdik ki, bəyidə, bəy yəni alver. Alverdə mal dəyişir, malik, üzr istəyirəm, mal dəyişir, yerin əvəz eləyir, qarşılıqlı alverdən bir nəfər başqa bir malı verir, əvəzində pulu alır. Değişən burada mülkiyyətdir. Amma irsiyyətdə mal dəyişmir, mal sabitdir. Biraz formadan olsaydı. Yəni sələvat eşkidir. İrsiyyətdə isə məsələ fərqlidir. Mal yerindədir, sərvət yerindədir, değişən malikdir. Məsələn, bir nəfərdir, ailəsinin mülkiyyəti, o övladları və malı mülki, evi, pulu özündən sonra şər'ən qalır kimə? Vərəsələrinə. Bu prosesdə mal yerindədir, sahiblər değişir. Biz dedik ki, bu ki biz deyirik Həzrəti İmam Hüseyin ağa Qur'anda deyən
adları gələn və İslamda qəbul olunmuş ənbiyaların varisidir, Adəmin varisidir, Nuhun varisidir, İbrahimin varisidir, Musanın varisidir, İsa'nın varisidir. Bu mənadadır ki, onlar hansı mənzilətdədirlərsə İmam Hüseyin də onun yerindədir. Yəni, Malik yerin değişir, irsiyyətləşir kimi. Yəni, o şeyi ki, Adəm əleyhissalam hədəf tutmuşdu həyatında, o hədəfə doğru yaşayırdı, o hədəfə doğru hərəkətdəydi, İmam Hüseyin də həmən hədəfdəydi. Bu mənada. Sonra dedik ki, ənbiyanın Həzrət İmam Hüseyni başa düşməyin yollarından biri, İmam Hüseyin əleyhissalamın mövqeiyyətini, məqamını, mənzilətini, əhəmiyyətini başa düşməyin. Əl deməyin, hər kəs girsə otursun, qatmayın məclisi, xahiş edirəm, salavat. Həzrəti Muhammed Ali Muhammedi salavatla yad edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Yani bir salavatla zikredin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bəli. Dedik, İmam Hüseyin əleyhissalamın məqam-ı mənzilət və əhəmiyyətin, çəkisin başa düşməyin yollarından biri də bu ziyarətnamə ilə ki, Əhl-i Beyt əleyhissalamdan bizə nəql olub ziyarət varisini, oxudum o ziyarət varisini də sizə. Ən yaxşı yolu budur ki, biz Qur'andan ənbiyanı oxuyaq, bu Qur'anda Peyğəmbərlərin həyatına nəzər salaq, Peyğəmbərlərin həyatında təqdim olunan dəyərlərə baxaq. Qur'an bu Peyğəmbərlərdən ki, danışıb 26-27 Peyğəmbərdən Qur'anda, bunların həyatına Qur'anla nəzər salaq. Baxaq görək ki, bunların Qur'anda Allah tərəfindən təqdimatı hansı qabiliyyət və xüsusiyyətlərlə? Baxın, mənim əzizdən bir var, mən öz ölçüm və meyyarımla, meyyarımla bir dənə mömin düzəltmişəm zehnimdə. Deyirəm, bu parametrlərə malik olan insan mömindir. Özüm bir dənə parametrlər düzəltmişəm beynimdə, ölçülərim var. Məsələn, bir nəfər namaz qılsa, həccə getsə, məsələn, dindarlıq eləsə, halal ət axtarsa, belə ət yeməsə, halalını axtarsa falan, bu dindar adamdır. Biz ölçülər düzəltmişik də özümüz üçün, müminin kriteriyaları. Bu subyektiv kriteriyalar, bu obyektivdir. Mən nəzərimdə bir dənə dindar düzəltmişəm, məsələn, bəzi adamlar var, subyektiv olaraq, individualmi, özü bir dənə beynində bir fikir düzəldib ki, namaz qılanın geri əhbeyni, başına qapası vurub əhbeyni ala biləsin. Namaz qılan zəif olmalıdır, namaz qılana hər gələn sözünü deyə bilməlidir. Məsələn, namaz qılan elə vur başına al çörəyini əlindən, məsələn, belə fikirləşirlər. Axı sən dindarsan, axı mən dindaram, mənə zülm olunmalıdır, mən də zülmə boyun əyəliyəm. Cəmiyyətdə salavat zikri Muhammed Ali. Bəzən cəmiyyətdə belə subyektiv baxışlar var. Özü üçün bir dənə din düzəldi. O dini meyyarlara, kriteriyalara uyğun gəlməyəndə bir dənə məsələ, bu adam deyir, bu düzdür. Falan iş düzdür. Düzdür, meyyarı nədir? Meyyarı sənin öz şəxsi subyektiv baxışları. Möminçiliyin subyektiv baxışları var, obyektiv baxışları var. Dinin subyektiv baxışları var, dinə, obyektiv baxışları var. Millət anlayışı deyirik, biz deyirik millət.
millət məhfumu, millət anlayışı, millət termininin bir subyektiv mənası var, bir də obyektiv mənası var. Subyektiv mənası odur ki, cəmaatın özünün qəbul elədiyi parametrlərlə bu fikri anlayıblar, qəbul ediblər. Millət filan şeyə deyilir. Məsələn, mən deyirəm misalım. Məsələn, bugün cəmiyyətdə insanlar tərəfindən və dünya insanı tərəfindən, mövcud cəmiyyətlərdə millət deyəndə nə qəbul olunur? Yəni, hamı tərəfindən nə başa düşülür? Millət, yəni eyni dildə danışan, eyni folklora sahib olan, eyni coğrafiyada yaşayan, parametrlərə baxın, dil, coğrafiya, ənənə, folklor, bunlar bərabərdirsə, deməli bu iki insanın bir millətdən hesab olunması meyyarlardır. Belə qəbul olunur dünyada. Amma siz elə baxın, görün, Quran qəbul edir bunu. Biz qəbul eləmişik. Subyektiv. Bir ağıllı çıxıb, bir dənə qanun verib, hamı da tabi olub o qanuna qəbul edib. Belədir. Değişə bilməzsən. Amma aya görəsən, Quran millət deyəndə, millət özü də ərəb sözüdür da, türk sözüdür. Millət deyəndə, Qur'anın baxışında, millət yəni nə? Baxın, ayə oxuyuram sizə Quran-ı Kərimdə. Bəqərə surəsi, ayə 120. Diqqət edin ayəyə. Yanaşmaya baxın, Allahın yanaşmasına baxın, Qur'anın yanaşmasına baxın, buna bucağına baxın, hansı bucaqdan baxır Allah? Buyurur ki, vələn tərza. Qoy 2 dənə, 3 dənə müqəddimə deyim, ayə tam başa düşürsün. Giriş eləyək bu ayəyə. Bu ayədə Allah xitab eləyir Peyğəmbərə. Peyğəmbərə deyir, eşitdirir. Peyğəmbəri ilə birbaşa danışır. Vələn tərza ənkə. Ənkə yəni səndən. Ən dondandır. Tərcümədə Azərbaycan dilinə. Ən yəni dondan. Min dodə. Ən dondan deməkdir. Yaxşı. Vələn tərza razı olmayacaqlar, razı düşməzlər. Naravaz işləyir. Razı düşməzlər, qəbul etməzlər. Kimi? Səni. Vələn, lən özdə demir ha, Allah Teala özdə demir ha, l-əmmı. İnkardır da bu. İnkar. Ləm də inkardır. Lən də inkardır. L-əmmı ərəb dilində. Bu da inkardır. L-əmmı bu da inkardır. Ləm və lən artikli. Lən və ləm ikisi də inkardır. La da inkardır. Ləm də inkardır. Lən də inkardır. Seçimə baxın inkarın növünə. Allah burada lən artikli işlədir. Ləmlə, lanla, lənin nə fərqi var? Lən artikli inkarı o yerdə işlədilir ki, Quran-ı Kərimdə. Mütləq mənada bir şeyi inkar edir. Mütləq. Məsələn, lən tərani ya Musa. Ey Musa, mən görünənlərdən deyiləm. Allah demir ha, Quranda mən görsənmirəm. Görsənmirəm, yəni görsənə bilərəm, görsənmirəm. Diqqət edin mənaya. Görsənə bilərəm, amma istəmirəm görsənməyi. Necə ki, İslam aləmində bəzi firqələrin, məzhəblərin Allahın görsənməyi barəsində əqidəsi budur ki, dünyada görsənmir, axirətdə görsənəcək. Biz deyirik, abala, Allah, bəşər,
Ay insanlar, Allah müteal görsənənlərdən deyil. Aləmdə nə var hamısı görsənməməlidir ki? Ağlını göstərməni görün. Hindi görə bilən var ağlı, görə bilən də olmayacaq. Başa düşmür insanlar ki, bu mücərrəd varlıqdır. Mücərrəd varlıqlar görsənənlərdən deyil. Lən tərani ya Musa. Musa, Allah mən görsənənlərdən deyiləm. Mümkündür lən tərani, məni bunlar görsünlər. Belə deyir ki, görə bilərlər, özümü göstərmirəm. Yox, mümkünsüzdür bu iş. Qəti şəkildə qeyri-mümkündür. İndi ayəyə baxın. Orada işlənən lən tərani, burada lən gəlib. Və lən tərza ənkəl yəhudu və lən nəsara. Allah deyir ki, heç vaxt, heç zaman səndən razı düşməyəcəklər, səndən kompromisə gəlməyəcəklər, səndən birləşməyəcəklər, səni qəbul etməyəcəklər, səndən müttəfiq olmayacaqlar. Kim? Əl-Yahudu Cud və Yahudilərlə və lən-Nasara. Nasara yəni xristiyanlar, nəsranilər. Ayə deyir, bu hədis oxumuram mən sizə. Quran-ı Kərimdən birbaşa ayədir. Kimin davası var, geçsin Allah'ın eləsin. Allah buyuruyor ki, Peyğəmbərim, mənim həbibim, Resulullah, səndən razı düşməyəcəklər, yəni səndən kompromisə gəlməyəcəklər, heç zaman, mümkün deyil. Yahudilərlə, xristiyanlar səndən uzlaşan deyirlər. Vergül. Dikkat edin ayənin arxasına. Hətta ta o yereyəcən. Ora qədər ki, cümlənin dalı var. Səndən bunlar razı düşməyəcək. Ta o yerə ki, o yerə qədər ki, hətta tattabi'a millətəhum. Sən tabi olasan, çönüb olasan bunların millətindən. İndi mən sizə sual verəcəm. Nəsranilik və Yahudilik millətçilikdir, yoxsa etiqaddır, dindir? Yahudi hər millətdən ola bilər, gedib qəbul edəcək, olacaq Yahudi. Bir nəfər Azərbaycanlı ki, nə çox Azərbaycanlı var bu gün, gedib qəbul edilmək Yahudilik, gedib sinagogda ibadət edir. Nə çox Azərbaycan vətəndaşı tappataraq cəmaat gedib, hamısı olub Yeqovanın qardaşları, mardaşları, Azərbaycan doludur xristiyanlığı qəbul edən insanlarla, minlərlə adam saya bilərəm sizə. Gedib qəbul edib, keçib onların millətindən olub. Quranın məntiqində millətin meyyarı, geografik deyil, dillə ölçülmür. Millətin meyyarı etiqadla ölçülmür. Hansı inanca sahib olmaqla müəyyənləşir. Beləliklə, Quranın məntiqində Antarktidada yaşayanla Arktikada yaşayan adam ola bilər ki, eyni millətə mənsub olsunlar. Geografik baxımından dünyanın fərqli qütblərində yaşayırlarsa da belə. Bu məntiqlə, Quran məntiqlə bunlar eyni millətdən ola bilərlər. Neynə? Eyni etiqadla. Vrodi, rus demişkən Vrodi, mənim doğma atamdan, anamdan olan bir nəfər qardaşım. Ata-ana doğma qardaşımdır. Evin içində o gedib olub xristiyan, mən qalmışam müsəlman. Onda yaşıl pasport var, mənim də yaşıl pasport. Onda pasportun üstündə Azərbaycanın gerbi var, mənim də pasportun üstündə Azərbaycanın gerbi var. O da identifikasiya kodu Azərbaycanlıdır, mən də Azərbaycan. Amma Qur'anın baxımında bizim baxışlarımızla birinci nəzəriyyə ilə bura eyni millətdəndirlər. Quranın baxışında bir evin içində olsalar da eyni millətdən salim olarlar.
Millətlər fərqlidir. Gördünüz ki, Quran millət deyəndə başqa şey nəzərdə tutulur. Quran buyurur ki, qul innə hudallahi huvel huda. Dalıcan diqqət edin. Allah peyğəmbərinə gör nə deyir və qiyamətə qədər biz müsəlmanlara Allah Quranda neyi eşitdirir? Diqqət edin o ayənin sonuna. Və lə'in ittəbə'tə birdən şayət, birdən peyğəmbər, Allah deyir peyğəmbər, birdən tabe olub zad eləyərsən əhvaəhum, onların istəyinə. Onlar səni necə görmək istəyir, sən də çönüb olarsan uzur. Müsəlmansan, qardaş, elə şəhadəti verimsən ki, otur, bıraq pəncə otur, mən. Birdən keçib oturarsan onun yanında ya. Və lə'in ittəbə'tə əhvaəhum, birdən sən tabe olsun Yahudi və Xristiyanların prinsiplərinə, hədəflərinə, əqidələrinə, dinlərinə, inanclarına, onların həyat tərzinə, onların yaşam tərzinə, onların düşüncəsinə, onların sevdiklərinə tabe olsun. Yahudi də uşaq qanı sevir, sən də uşaq qanı sevirsən. Nə fərqin var ona? Nə olsun sən Azərbaycan pasportunda? Yahudi də zülmü sevir, sən də zülmü dəstəkləyirsən. Nə fərqin var ki ona? Sən indi mənim Azərbaycanlımsan, mən keçməliyəm sənin üçün buna görə. Böyle şey yoxdur. Allah Teala buyurur ki, və lə'in ittəbə'tə əhvaəhum, əgər sən onların istədikləri əhva həvəslərinə, Allah gör nə termini seçib burada, deyir, onların həvəslərinə. Onlar hansı müsəlmanı xoşlayırlar? Özlərini oxşayan müsəlmanı. Sino gedirlər olsun, bıraq, dost. Elə ki, bir dənə dindar müsəlman görür, onun zəhləsi gedir ondan ki, bu xalis müsəlman, bu xalizdir. Bu burası mənə yaxındır biraz. İşlətlə məşğul olanlar, onlara biraz bir köynək yaxındır. Onları yaxın bilirlər özlərinə. Və lə'in ittəbə'tə əhvaəhum bə'dəl-ləzi cəəəkə minəl-ilm. Allah gör nə deyir, Allah əşvər. Allah-u Teala buyurur ki, birdən sənə mənim nazil elədiyim elmidən sonra Peyğəmbərə nazil olan elm, nə elmidir? Nədir o elm? Bax bu. Bax. Budur o elm. Sənə nazil etdiyim elmidən sonra yenə də, yəni bu Qur'anın prinsiplərini qoyarsan kənara, gedib onlara birdən tabi olarsan, onların Tövratına, İncilinə, onların meyyarlarına, onların ölçülərinə, bunu qoyub keçərsən o yana birdən. Bax, nə olacaq ki? Birdən elədim. Elədin, Allah Quranda deyib, nə olacaq? Nə olacaq? Bax, ona ayyə. Maləkə minəllah, yoxdur sənə Allah tərəfindən min vəliyyin və la nəsir. Məndən kömək, arxa, dayaq gözləmə Peyğəmbər. Allah deyir bunu. Yəni o müsəlmanlar ki, Qur'andan kənara çıxıblar, başqa həyat tərzi yaşayırlar, başqa həyat tərzi seçiblər, onların bəladan straxovkaları yoxdur. Straxovkadan çıxıblar. Allah Teala deyir ki, mən bıraxmışam onları başlı başına. Mən Maləkə minəllahi min vəliyyin və la nəsir. Peyğəmbərin özünə deyir birbaşa. Hələ bizdə yox, Peyğəmbərinə deyir ki, əgər birdən qeydərsən onların dəyərləri ilə yaşayarsan. Mən sənin arxanda yoxam və məndən də kömək gözləmə. Bıraxdım sən öz başına. İndi Qur'anın məntiqində oturun, araşdırın, Allah insanı öz başına bıraxsa nə baş verir?
Allahın öz bəndəsini ehtivasından, himayəsindən, rəhmətindən, sayəsindən kənar buraxmağı yəni nə? Nə baş verir? Tamam ənbiya bu duanı edir. Bu şah, tac duadır bu, tac dua deyirlər buna. Tamam ənbiyalar bu sözü deyirlər, ilah pərverdigara bizi öz başına buraxma ha. Birdən bizi öz başına bıraxarsın. Müsəlman ümmətinin içində nə qədər öz başına bıraxılanlar var? Bıraxılıb, hesab kitabda yoxdur adamlar. Çıxıblar hesab kitabdan. Livanda bir dənə əhl-i sünnə üləması var idi. Deyir, 70 neçənci ildə Livanı ki, Beyrutu ki, İsrail bombalamışdı. Kütləvi qırğınlar olmuşdu orada. Uşaq, gəlin, xırda, çox böyük qırğınlar olmuşdu. Əhl-i sünnə üləması danışır bunu. Deyir, mən şəkkə düşdüm. Mən Qur'anın barəsində şəkkə düşdüm. Niyə? Çünki Qur'anda bir neçə yerdə Allah Taala'nın birbaşa özü dediyi sözdə bu üçün mən sizin arxanızda durmuşam müsəlmanlar. Qur'anda ayələr var. Biz və əyyədəhum bi ruhul qudus. Və əyyədəhum Allah Taala Qur'anda neçə dənə yerdə bu üçün mən durmuşam arxanızda. Müsəlman olun, mömin olun, görün necə dururam sizin arxanızda. Bu alim deyir ki, mən gördüm kütləvi qırğınları. Axşam gəldim evə, özü də Quran oxuyandır da, alim. Məndə şək yarandı ki, necə ola bilər Allah Taala Quranda desin ki, mən sizin köməkçinizəm, arxanızdayam, mələklər siz müsəlmanların köməyindədir. Bu cəmaat qırıldı, töküldü axı. Bu cəmaat necə qırıldı bəs? Niyə qırılır bəs müsəlman? Niyə 40 min dənə uşaq qırılır görəsən Fələstində? Nədir bunun səbəbi? Niyə Qarabağda o qədər qırılırdı? Niyə Çeşmirdə o problemlər oldu? Niyə Hindistanda o problemlər oldu? İndi bunlar hamısı İslam coğrafiyasında baş verən problem. Kütləvi qırğın aktları, qardaş, elə bir ki, müsəlman geografiyasından sovuşmur da, qardaş. Ancaq elə bizim alnımıza yazılır. Kütləvi uşaq ölümü, kütləvi qadın ölümü, kütləvi yaşlı insanların ölümü elə bizim coğrafiyamıza yazılır. Bu normal bir şeydirsə qoy Kanadada baş versin, normal bir şeydirsə qoy Almaniyada baş versin, normal bir şeydirsə qoy... Niyə hələ müsəlmanın bu coğrafiya yazılıb bu? Mən bir şək elədim deyir. Şək elədim, ayiyə şək elədim ki, bu Allah ki başqa danışır yəni, əlinə olzulur. Yatdım deyir, yuxuda gördüm ki, Həzrət Rəsulullah əyləşibdir. Mən təbii olaraq Peyğəmbərə hamının məhəbbəti var. Mən yuxuda özdə aliməm, Peyğəmbər bilirəm kimdir, mən İslam Peyğəmbərini tanıyıram. Yuxuda deyir, mən qaçdım Peyğəmbərin tərəfinə ki, görüşüm, ətəyindən öpüm, əlindən öpüm, təbərrüş edeyim. Çatmışdım, Peyğəmbər ətəyin aldı mənim əlimdən. İstədim Peyğəmbərin ətəyindən tutum, yuxuda deyir bu alim. Peyğəmbər aldı ətəyini mənim əlimdən, əli ilə belə göstərdi, dedi, get mənə belə birbaşa gələ bilməzsən bura. Get o kişidən icazə al, sonra gəl. Yuxuda deyir, mən söndüm, baxdım, yuxuda mənə əyan oldu ki, o Peyğəmbərin dediyi kişi Əli ibn Əbi Talib deyəm. Gəldim Əli ibn Əbi Talibin məhzərinə, yuxuda. Peyğəmbər mənə qaytardı öz ətəyindən. Dedi, get onunla, danış, sonra gələrsin. Yol çerezozdur. Gəldim, deyir, dedim, mənim sualım var. Dedi, nədir sualım? Dedim, Beyrut. Sünnə aydın danışır bunu. Dedim ki, Beyrut, cəmaat, uşaq, qırılıb, tökülüb, bu nədir? Bəs Allah Quranda falan deyir, falan deyir. Deyir, Əleyhisselam yuxuda mənə qayıtdı ki, sən müsəlman deyəndə hansı müsəlmanı deyirsən? Toy eləyəndə qumar axşamı eləyib toy eləyən müsəlmandan danışırsan? Novqotda yolka bəziyib başına fırlanan müsəlmandan danışırsan? Toyunda arvad kişini lübdəbəza eləyib bir damın altına yığan müsəlmandan danışırsan?
müsəlman oldunuz ki, Allah kömək eləmədi sizə. Müsəlman olun ki, Allah dursun da arxavızda. İslami dəyərlərə sahib çıxın ki, Allah sonra Allah'a ittiham eləyəsizlər. İmam Hüseyin nə deyildi Kərbəlada? İmam Hüseyin bunu deyildi Kərbəlada. İmam Hüseynin təqsiri neydi? İmam Hüseyin neyi tələb edirdi? Dünya istəyənlər yığışmışlar cəbhənin o tərəfinə, ahirət istəyənlər 72 nəfəri. Mən həmişə bu sualı vermişəm. Siz də bu sualı vermiyorsunuz bizə. Mən heç vaxt axtarmamışam. Ümumiyyətlə bu səhv axtarışdır, bu səhv istiqamətdir deyəsən ki, bizə daim yönəldiblər səhv istiqamətə. Həmişə bizi maraqlandırıblar ki, İmam Hüseyni kim öldürdü, köynəyini kim çıxartdı, başını kim apardı. Kərbəlada neçə nəfər idi o akrujat eləyənlər, mühasirə eləyənlər, Əli Əsgəri kim vurdu. Bizə həmişə adam istəyiblər tanıtdırsınlar. Bir dənə suala diqqət edin. İmam Hüseyni kim öldürdü? Mən bu sualı verirəm. Mən deyirəm İmam Hüseyni nə öldürdü? Ayrı-ayrı şeylərdir ha bunlar. Bir vaxt soruşasan ki, İmam Hüseyni kim öldürdü? İmam Hüseyni kim öldürdü? Apırdilonun adamlardı, tarix də yazılır. Kim ox atıb, kim nizə atdı, kim başını kesti, kim üzüyün barmağından kesti, çıxartdı, hansı paltarını kim götürdü, gözü kör oldu, ondan sonra əmələ gəlmədi, nəsli onun bədbaxt oldu. Bunlar tarix kitabları yazıb hamısını bircə yazıb. Atının nalın kim çıxartdı, üzəngisin kim apardı, qılıncın kim götürdü, oxun kim götürdü, qarət, hansı mallar qarət olmuşdu, hara getdi, kimə qaytarıldı, kimdə qaldı, bunlar hamısı yazdım. Bunlar xronologiyadır. Mən sizə bir dənə söz deyim, bu bilgilərin sizin həyatınıza heç bir təsiri yox. Və tutaq ki, mən bildim İmam Hüseyni kim öldürdü. Nə olur? Məndə bugün nə değişir ki? İmam Hüseyni Yezid öldürdü. Öldürdü. Tarixdə o qədər müqəddəs insanları, alçaq adamlar öldürdü. Məsələ nədir? Nə qədər ki biz Kərbəlanın mahiyyətini araşdırmayacağıq bir millət olaraq, ümmət olaraq, biz Kərbəlanın həqiqətinə çata bilməyəcəyik. Məsələni başa düşə bilməyəcəyik ki, məsələ nədən ibarətdir? 3 dənə şey Kərbəlada Hüseynin, yəni Qur'anın, yəni İslamın, yəni dinin 3 şey düşməni oldu. 3 şəxs Hüseyin qatilidir. Amma mən şəxs dedim, o şəxs deyil, keyfiyyətdir. 3 keyfiyyət. 3 keyfiyyət, 3 dəyər, mənfi dəyər, 3 kaçisti var. İmam Hüseynin qatilidir. Belə isə bu kaçistivalar bugün də olsa biz yenə Hüseyni öldürmüş gibiyiz. Dikkat edin. Kulli yevmin aşura ve kulli erzin Kerbela. Bunu eşitmişsiniz. Hadis-i İmam Sadiq Aleyhisselam'dan məhşur hadisdir de bu, məqbul olmuş. Her yer, her gün aşuradır. Her gün aşuradır. Her yer Kerbeladır. Eşitmişsiniz bu şuarı. Bu nədir belə? Axı indi Kərbeladır. Mən Kərbelada deyəməmişəm axı indi. Axı bugün aşuradır. Allah rəhmət olsun İmam Xomeyni rəhmətullah aleyh. Allah ruhunu şad eləsin. Bu hədisi izah edir rəhmətli. Bu mənası üstədir. Her gün sen insan tezden durursan, yatana qədər ağlınla nəfsünün arasındasın. Sənin bədənin Kərbəladır, vücudun. Ağlın Hüseyndir, nəfsün Yezid.
Sən hər gün Kərbəla situasiyasına düşürsən. Kərbəlada baş verən mahiyyətin içini yaşayırsan hər gün. Hər gün ağlın mövcuddur, yəni hər gün Hüseyn sənnəndir. Hər gün nəfsun sənnəndir, yəni Yezid sənnəndir. Vur edirsən, hansının tərəfindəsən, o gün sənin üçün məlumdur. Yəni, kaş bugün bu dəmdə olaydım Kərbəlada, tökəydim mən qurbanları, kesəydim mən qurbanları, bu lafdır, laf. Türklər demişdir, kəlmədir də, nə qədər istəsən deyək bunu. Bu kəlmələrdir. Kəlməyə söz vermirlər ki, əmələ söz verilir İslamda. Heç əmələ də söz verilmir İslamda, əgər bir söz, niyyətə söz verilir. Sual verərsiniz ki, İslam dinində insanın əməli hansı meyyarla dəyərlidir? Hansı ölçü ilə dəyərli hesab olunur? Əməlin özü ilə biz deyirik ki, yox, biz xristiyan deyirik ki, deyək, hə. Biz Avropalı deyirik ki, Kant kimi, Nietzsche kimi, Avropa alimləri kimi gələk deyək ki, insan əməlini iki cəhət dəyərə çevirir. Bu Nietzsche'nin sözüdür, başı batmış Alman filosofu. Alman filosofunun nəzəriyyəsidir bu. Materialistdir, ateistdir, sosyalistdir, sosyalistlərin əxlaqda alimidir bu. Nietzsche. Materializm fəlsəfəsinin, maddəpərəstlik fəlsəfəsini 70 il bizə hakimlik elədi, Sovet hökuməti. Materializm fəlsəfəsinin sosioloji filosofudur bu. Cəmiyyətlə bağlı fəlsəfi fikirləri var. Deyir ki, insan əməlinin dəyəri iki cəhətlə müəyyənləşir. Bir işdə, bir əməldə ictimai xeyir varsa, ictimai xeyir, opşi, ondan opşiyə xeyirdirsə o şey. Opşi ondan istifadə edirsə, bir də mövcud qanun, qəbul olunmuş ictimai qanunlara zidd döyürsə o əməl dəyərlidir. Bu Nietzsche'nin fikridir. Quran deyir sənin başın üçün ki, İslam deyir sənin təpən üçün ki, Əhl-i Beyt əleyhissalam deyir, qələt edirsən sən, səhv danışırsan sən. İnsanın əməli bunlarla müəyyənləşmir, insanın əməli mərami ilə müəyyənləşir. Bir meyyar, Quranda niyyətdir. Nə niyyətlə yaxşılıq edirsən? Sən bəlkə mənə elə almaq niyyəti ilə cibimə 5 manat pul basırsan. Mən nə bilim sənin ürəyində nə var? Sən bəlkə gəlib ruhaninin cibinə pul basırsan ki, akupilvit eləyəsən o, səhər sənin sözünü danışsın, Allahın sözünü qoysun, sənin sözünü danışsın. Çox uzun istəyən bu sözü, bəlkə sən ona boğaz eləyirsən ruhanini. Səhər sən onu otarasan, ağıllı çıxmısan, ağıllı hesab eləyirsən özünü. Daş bağlamalıdır ruhani qarnına bəzən. Bəzi adamlar belə çölərlə çay oturub içməməlidir. Onların süfrəsində çörək yeməməlidir ki, səhər onu vurarlar onun başına. Bizim bir şiş kebab vermişdik sənə filan yerdə, yadıma gəlir. Allah rəhmət eləsin, o müstəhidə məmləkətdə aclıq olmuşdu. 2 dənə tacir gəlmişdi bu Ayətullahın yanına. Qədimdə də söz kimin idi? Mollanın idi də. İndi yavaş-yavaş alıblar da əlimizdən hər şey. Gəlirlər qazının yanına ki, qaz ağa, biz alverçiyik, bazarda tazirik, mərzimiz düşüb, bəhsimiz düşüb. Bunları bir dənə şərən münasibət bildirir. Qazı da deyir ki, sən səhvsən, bu düzdür. Məsələn. Bir il ondan qabaqda, aclıq olanda, o tacirlərin bir ikisi un gətirmişdi, bığda. Güya bu alimə ürəyi yanır, müştəhidə ürəyi yanır, din alimlə ürəyi yanır. Ağa bunu birdən öydə çatışmamazlığın olar, biz ölməmişiksən, bizi kimi kişilər olan yerdə sən az qalarsan. Haqqı da görmüşük belə sözlərdən ki. Götürüb bir kisə buğda bağışlamışdı bunu. O müştəhid deyə çörəyi qulağına yemilir sənə kimi. Oğluna deyir ki, oğlum o buğdanı apar aşağıda zirzəmidə, əl deymin ona. Vurun onu başqa qablara, sağlam qalsın. Xüsusi saxlanma qaydası var da buğdanın.
Qoyurur, əldə edir. Bir dənə ondan buğda götürməyəsə o. Bir il keçir üstündən, görür axı qabağı müştəri. Həmən tacir gəlir, bir dənə də adam yanında. Mən düz deyirəm, o düz deyir. Müştəri baxır, kitaba, ayı. Qovumçuluğu yoxdur ki sənin. Deyir ki, budur. Budur. Bığda verən əsəbləşir. Ay, sən necə ola bilir, və sən bir ay qardaş, ayədir də, mən neyiniyim sənsən? Ayə deyir ki, budur düz, sən səbsən. Yox, bəs biz keçən illər buğda, deyir buğda. Deyir buğda, yoxdur. Oğlum, ayaq olacaq bura oğlu gəlir, deyir aşağıda buğda var, gətir vur bunun təpəsini. Allah rəhmət eləsin Şeyx Əliyağıya. Nəcəf alimi idi bu, Novxanı kəndindəndir. Bunun yanına 2 dənə molla fason gəlir, aşağı təbəqənin mollası, qəbristanlıq mollası. Bu da 25 il Nəcəfdə oxuyur. Gəlirlər buna bir dənə şəri misal vururlar, şəri məsələ verirlər. Allah deyir ki, sən düzdürmüsən, məsələn, Vəli, sən düz danışmırsan, Əli, sən düz danışırsan, sən şəriət nə deyirsən? Vəli dava eləyir, başlayır razılaşmamağa. Yox, ağa, sən bir də yaxşı-yaxşı bax. Mən deyəndir, yaxşı bax kitablara. O da rəhmətli, ağıllı adamdır, müdrik adamdır da, alimlər görür. 25 il Həzrəti Əli əleyhissalamın barigahında oturasan, bu elə belə şey deyil. Baxır buna, deyir ki, filani, deyir, ay bəli, deyirsən, Novxanıda yaşayansan, deyir, həri, ne işlə məşğulsan? Şoğlun nədir? Çörək qazanmalı. Göyərti əkədən. Köhnə ləhcədir bu. Bu bayatların ləhcəsi belədir. Bir dənə ədəm artırırlar kəlmənin dalını. Deyir, ay kəndsim, mən göyərti əkədən, unla dolanadam. Deyir ki, göyərti əkəsən, deyir, hə, şeyx deyir buna. Səhər tezdən durasan, duradam. Səhər tezdən reyhan əkəsən bağımda. Deyir, həri nə şaşmır. Reyhan əkirəm. Deyir, sübh namazına durasan, deyir, həri. Qazaya vermirsən sübh namazı. Yox. Səhər tezdən sübh namazından sonra bağa düşürsən, reyhanın iyin görmüsən, necə ətir verir orada. Bu da xırçıdır axı, bu əkəndir də, göyərti əkəndir. Yox, reyhanın iyindən var ki, deyir, yaxçı, heyvanat saxlayasan həyətində, deyir ki, həri, qoyundan quzudan, deyir, onun peyini hara çürüyəsən? Deyir, orada yerim var da, qərəbdir də, heyvanların altını çürüyürəm ora, sonra satıram, həyəti işlədirəm, xıra, əkinə bezim. Deyir, orada bir sıra məxluqları görmüsən, dozan qurtunu deyir də, peyinin içində olaraq dozan qurtunu. Deyir, ağa, həri görədəm. Deyir, səhər tezdən durarsan bu dəfə. Şeyx deyir, ha buna. Deyir, səhər tezdən durarsan. Gedərsən o heyvancığazın birini tutarsan oradan. Bu peyinlərin içindən. Bir dənə də o reyhan ətir verən vaxtı səhər şeyh vuranda göyərtilər, o reyhandan da bir dənə yarpaq dərərsən. Deyir, ağa, hə, sonra. Deyir, heç nə. Dozan qurtunu tutarsan sol əlində, reyhanını da tutarsan sağ əlində, gətirərsən bunları baş-başa, deyir, hə, ağa, nə olacaq? Deyir, heç nə olmayacaq, zalim oğlu zalim, dozan qurtu öləcək. Deyir ki, nöşün öləcək, ağa? Deyir, ona görə ki, o ömrü boyu nəcisi iyiliyib, reyhan iyi öldürər onu. Reyhan iyi öldürər onu. Bu reyhandır, qardaş. Kur'an Allah'ın reyhanıdır. Bu bazı adamlara deyəndə öldürür. Əmir-əl-Müminin buyurur, insanlar 3 dəstədir. Nəhsul Balağada buyurur. İnsanlar 3 dəstədir. Birinci dəstə alim-i Rəbbanidir. Onlar Allah'ın bəndələridirlər. Allah'ın bəndələrini də Allah'a tərəf aparmaqda fədakardırlar. Özlərin qurban verərlər bu yolda. Bu sen kim?
Allah əşbər. Bir dəfə heç oturub düşünmüşük ki, ya Hüseyin, mənim günah eləməməyimə görə deyərdi, sən 6 aylık balondan keçdin. Hüseyin orada balasından keçib ki, təllahi, billahi, vallahi, and olsun aləmdə hər nə müqəddəs var ona. İmam Hüseyin balaların qurban verib, Qur'ana and olsun, bu Qur'ana and olsun. Biz yolu düz tapaq, məscidi düz tapaq. Biz Allah deyən yolu yaşayaq. Mənim hidayətim üçün bu balasından keçir. Mən qiyamətə qədər vurmayayım bu başıma, neyniyim? O kişi o şeylərindən keçdi Kərbalada, gəldi, meydan açıldı orada. Varın qoydu ki, insanlar qiyamətə qədər hidayət olsunlar, islah olsunlar, ruhları ölməsin, qəlbləri ölməsin, mənəviyyatları ölməsin. Biz sual verməliyik ki, Kərbəlada İmam Hüseyni nə öldürdü? Kim yox? Deməyin kim? Deyin nə? Mən deyim birinci nə öldürür? Birinci dinsizlik. Küfür. Hüseynin qatili küfürdür, küfür. Küfür nədir? Küfür, Yezid məlunun ərəbcə yazdığı şeirləri ki, bugünəcən qalır ədəbiyyatlarda, açın, oxuyun o ədəbiyyatda olan qəzəlləri ki, Yezid əli ilə yazır, bilərsiniz ki, küfür nə deməkdir. Yazır ki, bu, mənim indi əlimin altında ədəbiyyat yoxdur burada, ərəbsini tapıb çıxarda bilmədim ortaya. Azərbaycan tərcüməsini deyirəm sizə, Yezidin şeiridir. Deyir ki, nə vəhy, nə peyğəmbər, nə din, bu Məhəmmədin bir öz fikirləşdiyi şeylər idi. Hakimiyyətə gəlmək istəyirdi bu. Atdı bu söhbətləri ortaya, vəhy, Allah, məllah, ahirət, mehman, licbi hakimiyyətə gəlsin. Nə əslində nə din var, nə ahirət var, nə bir şey. Bu bir dənə rəhbərlik məsələsi idi. O kişi, Peyğəmbər üçün deyir, o kişi bunları atdı ortaya, vasitə elədi əlində, Allah din xofu ilə, gəldi neynədi? Peyğəmbər oldu. Əslində nə Peyğəmbəri, nə zat, Allahla bu şeylərin rabitəsi yoxdur. Mən sənə deyim indi. Bu Yezid komünistlərin ənkə böyüyü çıxmır. Bugün Azərbaycanda deistlər var, deyirlər nə din, nə filan, nə Allah, nə Qur'an. Qur'an müqəddəs deyil. Bir sabah biraz da gedəcəklər Peyğəmbəri, sonra deyəcəklər Allah yoxdur. Eşad Mirini ona hazırlayırlardı, düzəltsin, axırda gəlsin üçün Allah yoxdur. İmam yoxdur. Qur'an müqəddəs deyil. İslamda filan şey yoxdur, filan şey yoxdur, filan şəhərdə yoxdurları qoyurlar. Sonra gəlib deyirlər, o Peyğəmbərlə deyirsiniz, öyle mən də Peyğəmbər ola bilərəm. Mən də bir elçiyəm Allah tərəfindən. Sonra da gəlib deyəcək ki, nə elçi, nə mevsi, mən də onlardan biriydim, özüm üçün gəldim, bəzi sözlər dedim, mesela Allah da yoxdur. Ayının 1000 dənə oyunu var, bir dənə armudun üstündə, bir dənə armudun üstündə. Fırlatsın, geçsin, ki Allah yoxdur, din yoxdur, vəhy yoxdur. Deyir, bunlar hamısı cəfəngiyatdır, bunlar nə din, nə zat. Mən şərabı içirəm. Yezidin şeiridir ya. Mən şərabı dünən demişəm bundan bir atrafda. Mən şərabı içirəm. İsa'nın dinində. Siz mənə deyə bilməzsiniz nə şükürsən. Mən müvəqqəti olaraq müsəlmanlardan keçirəm xristiyan dininə. Orada içirəm şərabımı, tezdən qayıdıram müsəlman dininə. Bu küfürdür, küfür. Muğeyrət ibn Şöbə, Muğeyrət ibn Şöbə. Bir dənə adam adıdır, Muğeyrət. Tarixin alçaq adamlarından oldu. Muaviyyənin müşaviri oldu. Muaviyyənin müşaviri idi, adütantı idi. Muğeyrət ibn Şöbənin öz oğluna yazdığı məktublar var tarixdə. Dəhşətdir ha. Muğeyrət ibn Şöbə
Özü yazır məktubunda oğluna. Deyir, mən bir gün Muaviyyəyə, Yezidin atasına, diqqət edin, Yezidin atasına dedim ki, Muaviyyə dedim ki, axı, artıq hakimiyyət sənin əlindədir də, oldun xəlifə. Əl çək də bu əlidən, bunun balalarından. Qutardı da, oturdun da taxta. İmam Həsən səninlə müqavilə bağladı. Müsəlmanlar vuruşmaq istəmədi. İmam baxdı, gördü cəmaata. Baxdı, gördü cəmaatın ruhiyyəsi yoxdur da vuruşmaq. Cəmaat istəmir də dinini müdafiə eləsin. Zorlandı. Ruhani molla baxır, məsələn Azərbaycanda. Baxır, görür ki, bu cəmaat istəmir də dini üçün mübarizə aparmaq. Neynəməlidir ki bu? Cəmiyyət istəmir bu şeyi. Zorla cəmiyyətə demək olar ki, dur Allah yolunda vuruş. Olar belə şey. Cəmiyyətin kefi yiyib içməkdədir, balasının yanındadır, fikri orada buradadır. O şey istəmir. Neynəməlidir burada ruhani? İmam Həsən əleyhissalam baxdı vəziyyətə, dedi, yox. Rast ki, vuruşmursuz, neynimsiz? Ən böyük generalı İmam Həsən əleyhissalamın ən böyük generalı bir dənə oturduğu yerdə xeyməsindən yuxarıdan bir dənə kisə qızıl düşdü qabağına, içində də məktub. Açdı, gördü ki, Muaviyə yazır məktubu. Bu avansdır. Dalın da inşallah. Qoydu İmam Həsəni, qaçdı, keçdi Muaviyyənin tərəfə. Bu insan elə dövür. Hər bir meçid doludur namaz qılanla, onların içində bilsən nə qədər nəsinəsi var. Hani o oğlan ki, onun qabağına bir samadan pul qoysalar, imanından, dinindən, saqqalından keçməz. Ona təpər lazımdır, ona iman lazımdır, ona eşq lazımdır, ona əqidə lazımdır. Hamı o cür deyir ki, 30 tane da generalı satmaq olar. Bir günün içində, 2 günün, bir həftənin içində 30 dana Vysokopashtendir generalı satmaq olar. Kim sattı bunu? Yahudi gəldi sattı. Bunu kim satır içərdə? Vəziyyəti real dəyərləndirmək lazımdır. Yalan falanla yox. Real fakt belədir. İnsanlar hazır dövdər o şeyə. Belə, mən el namaz qılmayanlara demirəm, hələ namaz meçidin içində olanlardan danışırıq. Söhbətlər onlardan gedir. Bu kökdədir. Vəziyyət bu səbəbdir. Muğeyrə deyir ki, Muğeyrət ibn Şöbə deyir, mən Muaviyə dedim ki, daha hindi gəldin oldun da hakim. Oldun xəlifə, padişah, əlbin altında qoşunun, qutardı, bitdi, Əli əleyhissalam da şəhid oldu, getdi. Oğlu da səninlə müqavilə bağlayıb. Da səndən vuruşan yoxdur da, sən gəldin iqtidara çatmışsan, hakimiyyətə çatmışsan, işin olmasın da bu Əli evladları ilə. Öldürmə də, 60.000 adamın başını Əli övladı olduğuna görə 60 Əli övladı və Əli dostu olduğuna görə Bəni Ümeyyə zamanında Həccac ibn Yusif 60.000 adam baş kesib. Rahat oturmuşsan, burada Əli də rahat deyirsən. Vaxt ol ki, Əli deyən başın kesilir. Şimdi nə var Əli deməyə? Dünya hamısı aydın olub Əliyəm dünyaya. Nə var Əli deməyə? Nə var Hüseyin deməyə? Nə var ki, İmam Hüseyin deməyə? Həccac ibn Yusuf danışır ki, Muğeyrət ibn Şöbə deyib, dedim buna əl çəkim Əlinin övladlarından da. Bitti də, daha gəldin oldun hakim. Deyib, baxdı, cavab vermədi Muaviyə mənim sualıma. Elə o anda başlandı azan verilməyə. Elə ki, azancı gəldi, çatdı bu yerə ki, Əşhədu ənnə Muhammədən Rasulullah. Bunun rivayətini Muğeyrə eləyir, düşmən eləyir bu söhbəti. Deyir ki, elə ki bu söz çəkildi azanda deyir, Muaviyə başını qaldırdı, mənə qayıtdı ki, Muğeyrə, verdiyin sualın cavabını vereyim. Dedim, hə. Dedi ki, o adı eşidirsən, o ad nə qədər ki oradadır, o ad
mən öz məqsədimə çatmamışam. Nə qədər ki bu ad azanda çəkilir, mən öz məqsədimə çatmamışam. Mən dayımın intiqamını almamışam. Bədirdə ölən əcdadlarımın şeyini almamışam. Yezid gəldi, İmam Hüseynin başını gətirdilər, qoydular qabağına. Yezid bu şeiri oxudu. Dedi, oyanın, ey mənim Bədirdə ölən əcdadlarım, baxın bu başa, rahatlanın. İntiqamınızı aldım Peyğəmbər balası. Diqqət edin. Bu əməlin adına İslamda, bu əməlin adına, dinlə, Allahla, Qur'anla, İslamla vuruşmaq, dalaşmaq, məhv eləmək, öldürmək, kəsmək, Quran buna deyir küfr. Bu kategoriya əməllər girir hansı işin içinə? Küfrün içinə. Deməli, İmam Hüseyin Aleyhisselamın qatili kim olur? Küfr. Nə öldürdü İmam Hüseyin'i? İmam Hüseyin'i küfr öldürür. Nə olsun küfür öldürüb, indi də bir nəfər küfür etsə, elə İmam Hüseyin'i öldürür. İndi də insan küfür danışsa, elə həmən işdir. İndi də dinlə vuruşanlar küfür əhlidirlər, elə onlar müasir Yezidlərdir, müasir Muaviyələrdir. İkinci dəstəki İmam Hüseynin qatililiği nifaqdır, nifaq. Nifaq yəni münafiq. Kafirlə münafiqin fərqi var ha. Kafirin İslam'a zərbəsi zəifdir münafiqinkindən. Münafiqin vurduğu zərbə ağırdır. Qur'anın dediyi cəhənnəmin ən aşağı təbəqəsi münafiqdir. Təsəvvür edirsiniz? Münafiq kimdir? Münafiqin ya bir ayağı müsəlmanların yanındadır. Bu birisi ayağı da kafirlərin yanındadır. Ortadadır, iki yüzlüdür. Hər nə boynadır da bu. İki dənə sifəti var. Nifaq. Baxın, mən bir dənə misal verim sizə. Ömər İbn-i Səd, lənətullah əleyh. Rişaş-ı figurdur bu cinayətdə. İmam Hüseyin məsələsində adi adam deyil. Mən indi misal verirəm. Təsəvvür edin. Ömər ibn Səd ibn Vəqqas üzr istəyirəm, Səd ibn Vəqqasın oğludur. Ömər adam adıdır. O xəlifə Ömər deyir abi. Bu başqa Ömərdir. Ömər Səd ibn Vəqqasın oğludur. Sədin oğludur. Səd də Vəqqasın oğludur. Səd ibn Vəqqas İslam cəmiyyətində nüfuzlu fiqurlardan idi. Muaviyyə, yəni Yezidin atası görürdü ki, ölür, yerinə kimi təyin edirdi Yezidi. Yezidin rekomendasiyası veriləndə özündən sonra İslam dünyasının rəhbəri olmalı. Etiraz eləyənlərdən biri Ömərin atasıydı. Yəni, Səd ibn Vəqqas Yezidin hakimiyyətə gəlməsinin əleyhinə olduğuna görə zəhərlənib öldürülmüşdü Muaviyyə tərəfindən. İmam Həsən zəhərləndirildi. Ne üçün? Yezid hakimiyyətə rahat gəlsin. Bütün siyasi figurları Muaviyyə, oğlunun hakimiyyətə gəlməsi üçün Muaviyyə hamısını götürdü orada. Bu rahat gəlsin, çıxsın hakimiyyətə. Çünki bu qumar oynayırdı, içki içirdi, meymun oynadırdı, bədəvi yaşamışdı. Bunu cəmiyyət qəbul edəməyəcəkdi rəhbər kimi. Onun qabağını nə inirdi? Təmizliyirdi ki, bu hakimiyyətə gəlsin. Öldürülənlərdən biri də Ömərin atasıydı. Mən sual verirəm. Atasının qatili ilə işbirliyi eləyib İmam Hüseyinlə vuruşanın adı nədir? Münafiq. Niyə razılaşırdı bu adam? Bu paxodur, rus demişkən.
Əslində gerək neydi? Yezidlə müharibə aparıb, atasını öldürüb atası. Amma çün vəziyyət bir cür idi və o birisi tərəf vədlər verildi. Reyin hakimiyyətini, icrasını, meriyanı, hakimiyyət vədəsi verirdilər buna. Bu atasının da qanın bağışladı, gəldi işin başına. Buna deyirlər nifaq, münafiq. Bu artıq küfürdür. Şəbəs var idi bir dənə. 15 dəfə mövqeyini deyişib zatda. İslam tarixində. Bunu bir dəfə oxuyun. Çox qəribə adam deyə bu. Çox qəribə adam o. Əvvəl olub zadın vaxtında. Əvvəkilin zamanında Əvvəkilin yanındaydı. Əvvəkil getdi, gəldi Ömərin yanında oradaydı. Hardaş orada başladı. Ondan sonra o birisi gəldi onunla idi. Ondan sonra gəldi Siffeyində qoşuldu Əleyhisselama. Bilmək olmur nədir bu. Gəldi qoşuldu Əleyhisselama. Siffeyində çıxdı, getdi qoşuldu Xavaricə. Xavaricdən qoşuldu, gəldi İmam Həsənin qoşununa. Oradan çıxdı, yenə getdi Muaviyyənin tərəfinə. Tarixdə bir 15 dənə, 20 dənə şey yazıblar, cirsıq yazıblar. Bunun üçün, şəbəs. Ya oyundur, ya. Sərf edir möminlərin yanında. Sərf edir, getdi millətçilərin yanında. Ya Turancıdır, ya millətçidir, ya İslamcıdır, ya harda aş orada, haranı fırlanır. Hər yeri fırlanan adam təhlükəli adamdır. Adamın bir dənə çöhrəsi olar, bir dənə yeri olar, bir dənə yerində də oturar. Harda aş orada var. Harda o başa düşmür ki, qırqol bizdə bir el misalı var. Deyir ki, qırqol bilmir ki, hələ bilir ki, başın ki gizlədir qırqol. Hələ bilir ki, qovçu da bunu neynəmir. Qalı onun lələyi daxildir. Onu görmür. Başın ki gizlədir quş, quşun xasiyyəti budur. Başın gizlədir, hələ bilir ki, özü elə başından ibarətdir. Başın ki gizlətdi, elə bir daha bədəni də gizlənib. Odur ki, onu vurmaq rahatdır. Bəzi insanlar da var, qırqolun misalındadır bunlar, İslamda. Gah oradadır, gah sürədədir, yox sürədədir. Bu yox, bu işte bu nifaqdır. Bugün də bu cür adamlar İmam Hüseynin başını kesməkdən az zinayətlər eləmirlər İslamda. Üçüncü dəstə ağlamalıdır. Bura çox çətindir. Üçüncü dəstə qalsın sabaha inşallah. Onu sabahları deyərik ki, üçüncü dəstə nədən ibarətdir? İmam Hüseyin qiyamın məsələsində, cinayətində üçüncü dəstə kimdir? Əli var. 3 dənədir, mən üçün adlarını deyirəm, üçüncünü sabahlar geniş danışarım. Bəs İmam Hüseynin qatili oldu küfr. İmam Hüseynin qatili oldu nifaq. İmam Hüseynin üçüncü qatili iman zəifliyidir, iman zəifliyi. İman zəif olsa da düşmənin quyusuna su tökür. Allah Teala'nı and verək izzət-i cəlalına bizi Hz. İmam Hüseyin ağadan ayrı salmasın. Qardaşlar neçə gün uzun olmasından bəzi iradlar var. Mən onların hamısının sözlərini öpürəm, gözümün üstünə qoyuram. Məhsiyə məclisimiz başlasın. Arada inşallah əzizlər də olardı ki, məhsiyə demək istəyirlər, gəlsinlər, yaxın əyləşsinlər. Qatilən Əbu Abdəllah Hüseyin Taveruz qiyam-ı qiyamət müdami lənət başdır. Mən fəda can və qardaş nə yaradır bədəmin. Mən fəda can və qardaş nə yaradır bədəmin. Batmısan qan və qardaş nə yaradır bədənin. Nə yaradır bədənin. Xanım Zeynəbin dilindən. Mən fəda can və qardaş nə yaradır
mən fəda fəda can və qardaş, nə yaradır Sən bədənim. baxmısan qar və qardaş, nə yaradır bədənim. nə yaradır bədənin. Dilə gəl ey yaralı, bir də danış eylə biləm. Dilə gəl ey yaralı, bir də danış eylə biləm. Məni bu şəhrə gətirdin, sən axı hörmət ilə. Bağlayırlar qolumu, indi mənim zəncirilə. Qurbanam can və qardaş, Nə yaradır bədənim. nə yaradır bədənim. mən fəda. Mən fəda can və qardaş. Nə yaradır bədənim. Batmısan qan və qardaş. Nə yaradır bədənim. Nə yaradır şümrü qolbağı çəkib, dur bu biyabana məni. Mindiribdir zülm ilə naqeydür yana bildim. Gəzdirir zillət ilə, zülm ilə yana bizi. Bax bu övlad və qardaş, nə yaradır bədənim, nə yaradır bədənim. Mən fəda, Mən fəda can və qardaş. Nə yaradır bədənim. Mən fəda, can və qardaş. Baxmısan qan və qardaş, nə yaradır bədənim. nə yaradır kəsilib başı bədəndən, məni bir yad və say oluram şah mələvan. Qolları bir boynuma sal, ağlayır xırdar qəyyən, bacımı yad və say. Nəzər et bad və qardaş, nə yaradır bədənim, nə yaradır və qardaş. nə yaradır mən fəda canlı, mən fəda Can və qardaş. Nə yaradır bədənim. fəda can və qardaş. Yaradır bədənim.
Ekber'in de verip heşkesi yoktu Hüseyin'in. Dolandı boynuyla baktı bir xeymə saraya tərəf Hüseyin. Dedi Zeynep batı, getir o xırda balaları vida eləyim. Balalarımdan vida eləyim o xırda qızlarla. Bir Hüseyin'in balaca balalarını getirdiler. Xeymə sarada digərləri yanan balaları ağa hamıyla vida elədi. Balaca Rüqəyyəsiyle de vida elədi. Mən istirəm bir ayrılıqdan oxuyam iltimas-ı duaya. Bir ayrılıq var Kərbəlada, heç ayrılıq ona çata bilməyəz. Hüseyin hamıyla görüşdü mindi zilzənaginə. Gedir düşmən səmtinə, gördü arxadan səs gəlir. Məhləm, məhlayım, yamsın. Məhlayım, məhlayamsın. Hüseyin can bir ayak saxla qardaş. Hüseyin gördü xanım Zeynep gəlir səhramda qaça. Düştü zilzəlaydən batı qardaş bir qol boyun oldular Kərbəla'nın. Hüseyin gördü Zeynep'in ürəyi təlaş eləyir, ürəyi çıxır yerindən. Ağa buyurdu Zeynep sen Ali'nin kızısan, gerek sabredesen bacı. Sen axı Hüseyin'in bacısısan, Həsənin bacısısan. Zeynep'a sabrelə. Dedi Hüseyin can səbredərəm, mən elə səbredərəm. Səbri mənim əlimdə aciz qalar Hüseyin. Mən elə səbredərəm, səbri əlimdə aciz qalar. Amma Hüseyin can mənə icazə ver. Balaların yanında sənlə rahat görüşə bilmədin Hüseyin. Mənə bir vaxt ayıqcına, mən səndən ürəyim istəyən cürə vida eləyəm Hüseyin. Dedi bacı buyur günah. Zeynep əyildi Hüseyin'in o boğazından öpdü. Ağa buyurdu niye boğazından öpürsən bacı? Dedi Hüseyin can sen balaca uşağıydın, gördüm Zəhra anamız sənə köynək toxuyur. Sual verdim, dedim anacan bu köynək böyük adam nə elədi? Dedi Zeynep bu Hüseyin'e toxuyuram, dedim ah Hüseyin balacadır. Anam Zəhra dedi əl-ayan, Hüseyin bu köynəyi giymez kızım. Hüseyin bu köynəyi bir gün giyer. O günkü gördüm balamın əynində bu köynək var. Bir Hüseyinimin axır günüdür. Hüseyin səhərdən mən baxıram, qardaşlardan baxıram. Zöhrə sınavısında gördüm bu köynək sənin əynindədir qardaş. Anam Zəhra mənə vəsiyyət edib, zaman ki gördün köynək Hüseynin əynindədir. Əyilgiləm mənim yerimə, balamın boğazından öptülər. Söz ver ya Hüseyin, mən fəda can və qardaş, nə yaradır bədənim, nə yaradır bədənim. Baxmısan, Batmısan kanıma kardeş, ne yaradır bedenin. Batmısan kanıma kardeş, ne yaradır bedenin. Kesilip başı bedenden, məni bir yad və sağ.
canım bile Mevla'ya fedayım Raut-i mahşerde azaptar ve bir ecri ceza Batmışsan kanı ve kardeş ne yaradır bedeni Batmışsan kanı ve kardeş ne yaradır bedeni Bergatil aline bağman billahel Hüseyin Tavbekumuzu kıyamet müdahil lanet var